Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Son bir neçə ay həyatım sanki bir film kimi keçdi. Hər anı başqa bir duyğu, başqa bir xatirə oldu. Bacımın əvvəl hərisi, sonra nişan. Milanamla keçirdiyimiz o gözəl gün, dünən bacımın xınası və indi sayılı günlər qalıb toyuna. Xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında aparıcı prodüser Tarix Əliyev yazır. O, bacısının toyuna sayılı günlər qaldığını deyərək həyəcanını dilə gətirib. Hər şey o qədər tez baş verdi ki, bəzən dayanıb sadəcə baxmaq, bu anların qiymətini hiss etmək istədim. Bir müddətdə ətrafımdakı insanları daha yaxşı tanıdım. Kim yanımdadır, kim ürəkdən sevinir. Hamısını gördüm. Allah hər kəsə belə gözəl günlər qismət etsin. Hər evə sevinç, hər ocağa xoşbəxtlik nəsib olsun. Bacım, sən həmişə mənim balaca bacım olaraq qalacaqsan. Səni bu qədər xoşbəxt görmək mənim üçün dünyanın ən gözəl hissidir və ürəyim rahatdır. Çünki bilirəm ki, mən sənə layiq bir qardaş olmağa çalışdım.